Lənkəranda 39 yaşlı kişini elektrik cəryanı vurub. Hadisə rayonun Ucqar dağ kəndi olan Gəgiranda qeydə alınıb. Mobil operatorlardan birinin enerji mühəndisi vəzifəsində çalışan Cəlilabad rayonunun Günəşli kənd sakini Rusif Əmənovu elektrik cəryanı vurub. O, ətrafdakıların köməkliyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb. 24 oktyabr 2025-ci il tarixində saat 13:00 radələrində Lənkəran rayonu Gəgiran kəndində elektrik cəryan vurması nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü kişi cinsli şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona bədənin bir neçə nahiyəsinin dəqiqləşdirilməmiş termiki yanığı və travmatik şok diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.